Hər bir cümlə üzvünün belə deyək, həmcinsliyi var. Məsələn, mübtədanın var, sonra xəbərin var, təyinin, tamamlığın, zərfliyin. Qısaca, hər bir cümlə üzvü həmcins ola bilər. Yəni, burada bir sadalama intonasiyası var. Biz bunu sıralayırıq. Məsələn, deyirəm ki, kitab, qələm çantada idi. Çantada idi. Yəni, nə? Qələm, kitab, dəftər. Hər üçü eyni suala cavab verir. Eyni hissəsi yox. Eyni cümlə üzvü olur. Dedi ki, eyni nitq hissəsinə aid olur. Xeyr olar, belə bir şey olmur. Eyni nitq hissəsi ola da bilər, olmaya da bilər. Məsələn, eyni olanlar bir, ən əsası cümlə üzvüdür. Cümlə üzvüsü eynidirsə, o zaman onun da sualları eyni olur. Başa düşmədim mən. Nəyi? Hər şey. Dinlər sonra. Eyni suala cavab verirsə, eyni cümlə üzvü olursa, sadalayırıqsa olur həmcins üzv. Məsələn, dəftər, kitab, qələm, bu üç söz həmcins üzv adlanır. Yəni, həmcins, eyni cinsdən olan. Bu cür başa düşürlər. Hamısı eyni suala cavab versin, eyni cümlə üzvü olsun. Bütün cümlə üzvlərinin həmcinsliyi var. Məsələn, bu mübtəda. Sonra bir qədər çətin tapılanı xəbərdir. Niyə? Sadə cümlə var, bir də mürəkkəb cümləmiz var. Deyirəm ki, mən getdim və mən nə etdim? Getdim kim? Mən. Yenə mən. Deməli, hər iki xəbər eyni mübtədəyə aiddirsə, o zaman sadə cümlədir və həmcins xəbər olur. Amma belə olsaydı, mən getdim və mən qələm aldım, o zaman mürəkkəb cümlə olur. Çünki hər birinin öz mübtəda xəbəri olur. Təyinlərimiz iki yerə bölünür. Belə deyək, həmcins təyinlər, qeyri-həmcins təyinlər. Bu nə demək ki, olar? Məsələn, nəyi xoşdur uşaqlar? Geyimləri. Necə geyim? Gözəl. Buna aiddir. Necə geyim? Səliqəli. Hər iki təyinimiz eyni cümlə üzvünə aiddirsə, bu təyindir. Yəni, həmcins təyin. Bir də var, məsələn, deyirəm ki, oğlan, hansı oğlan? Koftalı oğlan. Necə koftalı? Yaşıl. Bax, kofta oğlana məxsusdur. Yaşıl da kofta. O əsas Yaşıl da koftaya. Deməli, təyinlər iki yerə bölünür. Bir, həmcins təyinlər. İki, qeyri-həmcins təyinlər. Həmcins təyinlər eyni suala cavab verir, eyni cümlə üzvü ilə bağlı olur. Baxın, səliqəli söz də geyimə aiddir, gözəl söz də geyimə aiddir. Bu həmcinsdir, eynidir. Amma kofta oğlana məxsusdur, yaşıl koftaya məxsusdur. Biz yaşıl oğlan demirik ki. Mən görmüşəm. O zaman hurk olur da. Yaşıl oğlan, yaşıl cədə olur. Həmcins üzvlərdə ümumiləşdirici söz nədir? Məsələn, bunların hamısını ümumiləşdirən bir söz istifadə edilir. Həmcins sözlərdə dedik, sadalama var və tabesizlik əlaqəsi ilə bağlanır. Ümumiləşdirici söz nədir? Bunların hamısını ümumiləşdirən bir ifadədən istifadə edilir. Məsələn, örtüldü hara? Hər yer. Örtüldü hara? Dağ, dərə, təpə. Deməli, burada da qoşa nöqtə qoyulur. Əgər, bu oldu ümumiləşdirici söz. Yaxşı? Bunun hamısını ümumiləşdirdi bir yerə cəm edir. Məsələn, deyirəm ki, hamı, uğur, tunar, tuna bir qədər kefsiz idilər. Kefsiz idilər kim? Hamı, filankəs, filankəs, filankəs. Bunu sadalayır. İndi burada durğu işarəsi necə istifadə olunur? Əgər ümumiləşdirici söz əvvəldə gəlirsə, özündən sonra qoşulmasın. Bunun yerini bura dəyişsək, məsələn, dağ, dərə, təpə. Hər yer bu zaman özünün qabaq edilir. Bəli. Yaxşı? Dağ, bəli, sadələşək, hər yer qablar örtüldü, yenə ümumiləşdirici olar. Yox, çünki özündən sonra həmcins mütləqdir. Və ya özündən əvvəl. Etdi, örtüldü. Hara? Hər tərəf hara? Təpələrə dağ. Bir sözlə var uşaqlar. Məsələn, deyir ki, hər yer. Bunun ortasına bunu yazmır. Belə yazır. Həmcins sözlərdə iki şeyi bilmək çox vacibdir olur. Biri, ümumiləşdirici sözlərimizi.
Bir də bir sözlə ifadəsi ilə verilən müəyyən cümlələr. Deyir ki, hər yer, bir sözlər, filan yer. Bir sözlər nəyin arasında yerləşir? Baxın uşaqlar. Hər yerdən Bax, ümumiləşdirici sözlərlə həmcin sözlərin arasında. İşarəmiz nədir? TV, tre, vergül. Baş hərflər nə yadda saxladı? Elə bil. TV, tre, vergül.